Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Nərmanov rayonunda dava zamanı 37 yaşlı şəxs bıçaq xəsarətləri alıb. Xəbər verilir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində Elm və Təhsil Nazirliyinin binasının qarşısından qeydə alınıb. Məlumata görə Zaqatala rayon sakini 89-cu il təvəllüdlü Şəhriyar Zakiroğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. Hücum zamanı ərik ayağından bıçaq xəsarəti alan Ramazanov dərhal xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Müğənni Rəqsanə İsmailova əsgərlərə konsert verib. Bildirilib ki, sənətçi Naxçıvanda en saylı hərbi hissədə səhnə alıb.